Salam uşaqlar. Deməli, biz 7.1-lə davam edirik. Üçbucağın medianı, tənböləni və hündürlüyü anlayışları ilə tanış olacağıq. Başlayaq üçbucağın medianları anlayışından. Deməli, üçbucağın medianı nədir? Median odur ki, üçbucağın təpəsindən çıxır və qarşı tərəfi yarıya bölür. Üçbucağın tərəfini yarıya bölür. Bu cümləni tam şəkildə beyninizə yazın. Çünki elə ola bilər ki, siz bunu tənbölənlə qarışdıra bilirsiniz. İndi tənbölən anlayışını daha da aydın şəkildə qabaqda keçəcəyik, amma uşaqların ümumiyyətlə ən böyük elədiyi səhvlərdən biri median və tənbölən anlayışlarını qarışdırmaqdır. Düşünürlər ki, tənbölən tənbölür, gedirlər misal həll eləyəndə, məsələ həll eləyəndə həmin tərəfi tənbölən xətti, yəni medianı tənbölən kimi götürürlər. Amma indi bu anlayışlara başınızı heç qarışdırmadan ayrı-ayrılıqda ilk başdan sizə bu anlayışların fərqini izah edəcəm. Median tərəfi yarıya bölür. Tənbölən isə bucağı yarıya bölür. Bu iki cümləni tam şəkildə başa düşməyə çalışın. Öyrənin, yəni əzbərləyin, öyrənin. İndi görək burada nə yazılıb? Yazılıb ki, üçbucağın təpəsini qarşı tərəfin orta nöqtəsi ilə birləşdirin. Baxın, üçbucağın təpəsi nədir? A təpəsi. A təpəsindən bir dənə xətt çıxıb. Qarşı tərəfi iki uzunluqları bərabər hissəyə bölür. Bu xətt nə adlanacaq? Median adlanacaq. Baxın, medianı təkcə elə düşünməyin ki, yuxarıdakı təpədən çıxacaq. Bütün təpələrdən çıxa bilər. Üçbucağın 3 təpəsi var və hər təpədən çıxa bilər. Baxın, B təpəsindən də çıxardıb sizə göstəriblər. B təpəsindən çıxanda gəlir N nöqtəsində AC tərəfini kəsir. Baxın, yenə 2 bərabər hissəyə bölüb. Bu x-i niyə yazıram? Göstərirəm ki, əslində sizə 2 bərabər hissədir. Elə baxın, bu işarə özü də bildirir ki, bu iki tərəf bir-birinə bərabərdir. Bu iki tərəfin uzunluqları bir-birinə bərabərdir. Yəni AN bərabərdir NC-yə. Sonra baxın, C təpəsindən də çıxarda bilərəm. C təpəsindən də çıxdı. AB tərəfini 2 bərabər hissəyə böldü. O hansı hissələrdir? AM və MB hissələrdir. Burada CM median adlanacaq. Aydın oldu. Medianı bir dəfə də təkrarlayırıq. Median nə oldu? Median üçbucağın təpəsini qarşı tərəfin orta nöqtəsi ilə birləşdirən parçadır. Üçbucağın təpəsini qarşı tərəfin orta nöqtəsi ilə birləşdirir. Yəni üçbucağın bir təpəsindən çıxır, həmin təpənin qarşısındakı tərəfi yarıya bölür. Belə də deyə bildim, deyə bildim. Desələr sizə üçbucağın neçə medianı var, nə deyərsiniz? Deyərik, üçbucağın 3 medianı var. Baxın, A təpəsindən də çıxdı, B təpəsindən də çıxdı, C təpəsindən də çıxdı və s. Belə hər üçündə sizə göstəriblər şəkillərdə, aydın şəkildə. İndi davam edək. Deməli, ixtiyari üçbucağın 3 medianı var və onlar bir nöqtədə kəsişir. Bunu qeyd elədik və bir nöqtədə kəsişirlər əlbəttə. 3 medianı şəkildə çəksəm, burada ayrı-ayrılıqda çəkmişdik. Baxın, indi hamısını bir şəkildə çəksək, baxın, onlar kəsişirlər. Üçbucağı işarə etmək üçün üçbucaq işarəsindən istifadə olunur. Məsələn, ABC üçbucağını belə yazmaq olar. Üçbucaq ABC kimi. Yəni, istənilən bir dənə üçbucaq yazanda üçbucağı adlandırırıq. Məsələn, deyirəm ki, lövhədə deyək ki, sizə deyirəm ki, ABC üçbucağını çəkin. Siz indi, yaxud da indi hər şeydən qabaq, ABC üçbucağını çəkməzdən qabaq, sizə deyirəm ki, məsələ yazacağıq. Məsələ yazanda həmişə yazmırıq. Biz ümumiyyətlə yazmırıq. Üçbucaq, yəni üçbucağı hərflərlə yazmayacaqsınız. Yazacaqsınız bir dənə üçbucaq işarəsi bunun kimi. Yanına da yazacaqsınız ABC. Oldu sizə üçbucaq ABC. Baxın, riyaziyyat həmişə qısa üsulları sevir. Sevmir ki, belə uzun-uzadı hərflərlə geçsin də. Axı, riyaziyyat humanitar bir fən deyil. Ona görə yazını çox sevmir. Çalışdığı qədər bəzi terminləri kiçiltməyə çalışır. Üçbucaq da bu şəkildə. Yəni, kiçiltdiyi bir şeylərdən biri də bir adlardan biri də üçbucaq terminidir. Onu da qısa şəkildə, baxın, belə yazır. Üçbucağın balaca bir dənə üçbucaq çəkir. Bilinir ki, bu üçbucaqdır və tərəfləri A, B, C-dir. Təpə nöqtələri daha doğrusu A, B, C-dir.
İndi gəlin çalışmalara baxaq. Birinci çalışma bizə nə deyir? Deyir, verilmiş fikrin doğru yaxud yanlış olduğunu müəyyən et. Bizə bir dənə fikir verilib, onun yanlış ya da doğru olduğu qənaətinə gələcəyik. Baxaq, deyir ki, KP parçası KMN üçbucağının medianıdır. Baxıram KP parçasına. K-dan çəkilib P-yə. Biz bilirik ki, median üçbucağın təpəsini qarşı tərəfin orta nöqtəsi ilə birləşdirir. Yəni, əgər KP mediandırsa, onda MP bərabər olmalıdır MN-ə. Lakin baxın, burada bir 4 veriblər, bir 3 veriblər. Bərabər deyil. Deməli, KP median deyil. Burada da deyəsən qeyd ediblər. Həllin yazıblar ki, fikir yanlışdır. MP PN-ə bərabər olmadığına görə. Baxın, bərabərdir üstündən xətt çəkirsə, bu deməkdir ki, bərabər deyil. Bərabər deyil işarəsidir bu. Baxın, burada da bir dənə qısaltma işlədiblər. Açıqlama verilib. P nöqtəsi MN tərəfini 2 bərabər olmayan parçaya ayırır. KP parçası KM'in üçbucağının medianı deyil. Eyni mənim dediyim şeyləri burada təzədən qeyd ediblər. Sizin üçün yenidən oxuyum. Gəlin indi, deməli, ona aid başqa məsələlər də veriblər. Sadəcə birinin açıqlamasını verilmişdir. İndi A variantına baxaq. Yəni, bir-bir hamısına baxacağıq. AB. Deyilir ki, mənə, AM parçası ABC üçbucağının medianıdır. Baxıram, AM əgər mediandırsa, A təpəsindən çıxırsa, A təpəsinin qarşısında olan tərəfi yarıya bölməlidir. Baxıram, yarıya bölünmü? Bəli, bölüb. Hər iki tərəf, yəni BM MC-yə bərabərdir. BM MC-yə bərabərdir. Deməli, baxın, belə qeyd edə bilərsiniz. Burada bu nümunəni sizə nə üçün veriblər? Digər məsələləri, yəni ABC-ni yazanda da bu tipdə yazmalısınız. Necə yazacaqsınız? Baxın, biri sizin üçün aydın şəkildə yazın. BM bərabərdir MC-yə. Fikir doğrudur. Burada yazırsınız, fikir doğrudur. Bunun fikrin doğruluğunun açıqlamasını da verməlisiniz. Açıqlamada da deyirsiniz ki, sözlə deyəcəm onu, M nöqtəsi BC tərəfinin orta nöqtəsidir. Onu M nöqtəsi BC tərəfini 2 bərabər olan parçaya ayırır. Buna əsasən deyə bilirik ki, AM ABC üçbucağının medianıdır. Bu qədər sadə. İndi B variantına keçək. Görək B variantı necə verilir. B variantında da yenə median çəkilib. KP medianı. Deyir ki, KP parçası MKN üçbucağının medianıdır. Mənə deyir ki, KP mediandır. Mən baxıram. K nöqtəsindən çıxıb qarşı tərəfi 2 bərabər hissəyə bölünmü? Bölməyib. Biri 6-dır, biri 4. Deməli, KP MKN üçbucağının medianı deyil. O vaxt median olardı ki, ümumi bu 10 cm-dir də M. 5-5 bölərdi bunu. Okay, C variantına keçək. C variantında deyilir ki, bizə ST parçası PRS üçbucağının medianıdır. Baxaq görək mediandır mı? S nöqtəsini götürürük. S nöqtəsindən qarşı tərəfə düz xətt çəkirik. Bu düz xətt qarşı tərəfi 2 bərabər hissəyə bölməlidir. Medianın xassəsi belədir. Bölünmü? Bəli, bölüb. PT yazırıq. PT bərabərdir TR-ə. Fikir doğrudur. ST parçası PRS üçbucağının medianıdır. Davam edək ikinci sualına. Üçbucağın medianları çəkilib, uyğun parçaların uzunluğunu tapın və perimetri hesablayın. Davam edirik. Üçbucağın medianları çəkilib. Uyğun parçaların uzunluğunu tapın və perimetri hesablayın. Üçbucağın medianları çəkilib, uyğun parçaların uzunluğunu tap və perimetri hesabla. Biz bilirik ki, perimetr bütün tərəflərin uzunluqları cəmidir. Baxaq onda median anlayışından da istifadə edəcəyik. Biz perimetrləri tapacağıq. Yaxşı, A variantından başlayaq. Görək biz A variantı nə deyir? A variantında verilib bizə AB tərəfi 7 cm, AC tərəfi
AC tərəfi 6 sm. Aha, bizə demişdi, nə demişdi bizə? Bizə demişdi üçbucağın medianları çəkilib. Əgər AM üçbucağın medianıdırsa, A nöqtəsindən çıxıb qarşı tərəfi nə edəcək? Yarıya böləcək. Deməli, bu hissə 4-dürsə, bu hissə də 4 olacaq. Bizdən MC-ni istəyirdi. MC 4 cm-dir. BC-ni istəyirdi. BC ümumilikdə 8 cm olur. Toplayırıq. Perimetr ABC, ABC üçbucağının perimetrini də istəyirsən, onda belə olacaq. 6 üstə gəl, 7 üstə gəl, 8. Nə qədər edir? 13 üstə gəl, 8, 21. Ayrılıqda yazdım. 6 ilə 7-ni ayrı toplayıb, üstünə də 8-i gəldim. Neysə, bunu silək. Uşaqlar, görünməsin. Kimsə görmədən. 21 yaz. Bir dəfəlik. Perimetri bərabərdir 21-ə. B variantına keçək. B variantında görən nə var? Yenə B variantında bizə demişdi axı medianlar çəkilib. BD mediandırsa, B təpəsindən çıxıb qarşı tərəfi yarıya bölürsə, DC 5 cm-dirsə, AD 5-ə bərabər olur. AD də 5-ə bərabər olur. Sonra baxaq görək. Bizdən istəyir AD-ni. AD-ni tapdıq. AD 5 cm-dir. AC-ni istəyirdi bizdən. AC ümumilikdə 10 cm olacaq. Bizdən perimetr ABD-ni istəyir. ABD. Bu da eləyir. ABD özü də bir üçbucaqdır. ABC üçbucağının daxilində. Onun perimetri 6 üstə gəl 5 üstə gəl 5, 16 eləyir. C variantı ilə davam eləyək. C variantı. Əslində C variantını sizə qoymaq istəyirəm, amma yaxşı, izah eləyək. C variantı. Bizdən ilk olaraq mən hələ bizdən nə istədiyinə baxmadan bilirəm ki, CL nədir? Mediandır. Qarşı tərəfdən çıxıb, daha doğrusu üçbucağın C təpəsindən çıxıb qarşı tərəfi yarıya bölür. Əgər bu hissə 6-dırsa, onda bu hissədə avtomatikmən nə olacaq? 6 olacaq. Bu hissə 6 olacaq. Ondan sonra baxın, bir dənə A təpəsindən də median çəkiblər. İkinci bir median da var. A təpəsindən çəkilən median əgər bu hissə 4 cm-dirsə, onda bu hissə də 4 cm olacaq. Baxın, bütün tərəflərin artıq uzunluqları mənə aydındır. Məndən MC-ni istəyir. MC 4-ə bərabərdir. BC nəyə bərabərdir? BC 8-dir. Ümumilikdə baxın, BC 4 plus 4 8-dir. Perimetr ABC-ni istəyir məndən. ABC üçbucağının perimetrini istəyirsə, deməli bu hissə 12-dir. 12 üstə gəl 7, 19-dur. 19-un üstünə də 8 gəlin neçə eləyir? 27 eləyir. Üçüncü suala baxaq. Deməli, AD parçası perimetri 26 cm olan ABC bərabərinin yanlı üçbucağının medianıdır. Mediandırsa onda bilirik ki, BD DC-yə bərabərdir. Avtomatik olaraq bunun üzərində qeyd edirik. Və bizə deyir ki, bərabər yanlı üçbucaqda, onda bu hissələr də bir-birinə bərabərdir. AB tərəfi də AC tərəfinə bərabərdir. Ümumi perimetri də 26 cm-dir. Baxın, bir dənə cümlədən nə qədər şey qeyd elədik. AB və AC tərəflərinin hər birinin uzunluğu 8 cm olarsa, baxın, AB-nin də uzunluğunu verib artıq, AC-nin də uzunluğunu verib 8-dir. BD parçasının uzunluğu neçə santimetrdir? Məndən BD parçasının uzunluğunu istəyir. Bilmirəm. BD-ni X olaraq işarət edirəm. Avtomatikmən DC də X olur. Niyə? Çünki AD mediandır. BD və DC parçaları bir-birinə bərabərdir. Medianın xassəsindən bilirik. İndi isə bizə perimetri verib. Və biz X-i tapmaq üçün perimetrdən istifadə edə bilərik. Nə edərik? Bütün tərəfləri toplayırıq. 8 üstə gəl 8 üstə gəl 2x bərabər olur. X-dan X toplayanda 2x eləyir. Bərabər olur 26 cm. 2x bərabər 26-dan 16 çıxanda nə qalır? 10 qalır. X da bərabər 5 olur. X da bərabər 5 olur. Məndən nə istəyirdi? Məndən BD parçasının uzunluğunu istəyirdi. BD parçasının uzunluğu da elə X-a bərabərdir. X-i da tapmışdım 5-dir. Всё. Belə yazırsınız. BD bərabər 5. Əgər dəftərinizdə bunu qeyd edirsinizsə, belə qeyd edin. Bunlarda yazdıqlarımı da qeyd edə bilərsiniz. Bu hissəni silmək şərti ilə. Daha səliqəli olsun deyə. Bu hissədə burada 8-dir, baxın. 8-dir. Üçbucağı da mütləq dəftərinizdə qeyd edin. Yaxşı, dördüncü suala baxaq. 7 parçası perimetri 21 cm olan EFK üçbucağının medianıdır. Deməli, 7 parçası mediandır. 7 parçası mediandırsa, avtomatik olaraq mən nə edəcəm?
qeyd eləyəcəm ki, FD DK-ya bərabərdir. Bunu da bu işarə ilə qeyd eləyə bilərəm. Bu bərabərliyi göstərir. 7 parçası perimetr 21 sm YFK üçbucağının medianıdır. YF tərəfi 7 sm, YF-in 7 sm olduğunu, FD isə bundan 4 sm qısadır. FD bundan 4 sm qısadırsa, FD bundan 4 sm, deməli bu 7-dirsə, bu da 7 çıxılsın 4, yəni 3 sm-dir. Əgər FD 3 sm-dirsə, onda DK da 3 sm-dir. Bizdən YK tərəfini istəyir, YK-nı X kimi götürürəm. Nə qaldı? Baxın, bizə nə vermişdilər? Biz cümlələri bir-bir tək-tək oxuduq. Həmişə belə eləyin. Məsələlərdə cümlələri tək-tək oxuyun, qeyd eləyin. Deməli, bizə yazıb ki, perimetri 21 sm-dir. Perimetr 21 sm-dirsə, onda bütün tərəfləri toplayaram, nə edərəm? 21-ə bərabər edərəm. Yazıram 7 üstəgəl x üstəgəl 3 üstəgəl 3 üstəgəl bərabərdir 21 sm. 7, 6 elədi 13. 13 üstəgəl x bərabərdir 21-ə. X bərabərdir 21 çıxılsın 13. O da eləyir 8. X bərabərdir 8-ə. Yəni YK bərabərdir 8-ə. 5-ci suala baxaq. Dəftərinizdə düzbucaqlı üçbucaq çəkin. Mən indi təxmini olaraq, siz dəftərinizdə çəkərsiniz. Mən təxmini olaraq burada bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Mən boğazım tutuldu. Təxmini olaraq mən burada bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Düzbucaqlı üçbucağın bilirik ki, bir bucağı 90 dərəcəyə bərabərdir. Xəttkeşdən istifadə etməli üçbucağın düzbucaq təpəsindən median çəkin və medianın hipotenuza nisbətini tapın. Düzbucaq təpəsindən deyir ki, bir dənə median çək. Gəlin bunu onda səliqəli çəkək. Çünki belə məsələlər az olur və üzərində diqqətli olmaq lazımdır. Niyə də olmayaq? Yəni səliqəli düzbucaqlı üçbucaq çəkək. Və düzbucaq təpəsini qeyd edək. Həmin bu düzbucaq təpəsindən xəttkeş, indi deyirsiniz xəttkeşdən istifadə edin. Ona görə deyir ki, düzgün çəkin də. Mənim indi xəttkeşim yoxdur burada. Digital xəttkeşi də aça bilmirəm, baxaram indi. Şeydən sonra videoda vaxt itirməyək. Düzbucaq təpəsindən medianı çəkin və medianın hipotenuza nisbətini tapın. Deməli, siz düzbucaq təpəsini götürürsünüz. Oradan bir dənə qarşı tərəfə hipotenuz çəkirsiniz. Hipotenuz nə edir? Mütləq bunu qeyd edin. Hipotenuz olduğunu, bu xəttin hipotenuz olduğunu bildirmək üçün mütləq bunu qeyd eləməlisiniz ki, bu hissələr bərabərdir. Hipotenuz hipotenuz dedim mən. Hipotenuz yox, bu xəttin median olduğunu bildirmək üçün mütləq siz hipotenuz üzərində qeyd eləməlisiniz ki, bu hissələr bir-birinə bərabərdir. Deməli, kimsə gəlib sizin dəftərinizi açsa, sizin xəbəriniz olmadan baxsa, o baxan kimi bunları görsə, biləcək ki, sənin burada çəkdiyin xətt nədir? Mediandır. Üçbucağın düzbucaq təpəsindən çəkilən medianın hipotenuza nisbətini tapın. Medianın hipotenuza nisbətini tapmamızı istəyir bizdən. Deməli, uşaqlar, burada nə var bilirsiniz? Ümumiyyətlə, belə bir qayda var ki, isbatını da deyərik. İstənilən medianın, düzbucaqlı üçbucağın, düzbucaq təpəsindən çıxmış medianın hipotenuza nisbəti 2-də 1-ə bərabərdir. Yəni, mən bu üçbucağı A, B, C kimi adlandırsam əgər, bu hissəni də, yəni medianı da AM kimi adlandırsam, AM-in BC-yə olan nisbəti 2-də 1-ə bərabərdir. Bunu necə göstərirlər? Əslində deyirlər ki, ABM və AMC üçbucaqları oxşar üçbucaqlardır. Oxşar olduqlarına görə ortaq tərəfləri olduğuna görə bu
AM-in BC-yə olan nisbəti 2-də 1-ə bərabər olur. Bir çevrə ilə izahı var. Çevrə ilə izahını 6-cı sinif üçün vermək bilmirəm nə qədər doğrudur. Çox başınız qarışar çevrə ilə izahı versəm. Amma ayrılıqda bir video kimi mən bunu isbatını çevrə ilə də verəcəm. Öz YouTube kanalımda ayrı bir video kimi niyə playlistində paylaşacağım. Bilirsiniz ki, riyaziyyatda belə maraqlı sualları niyə playlistində yerləşdirirəm, video kimi hazırlayıb. Belə də ki, əgər burada izah eləsək olsaq, oxşar üçbucaqların xassəsinə əsasən ortaq tərəfləri olduğuna görə AM bərabər olur BM-ə, o da bərabər olur MC-yə. Və bu iki üçbucaq simmetrik yerləşir. Ümumilikdə BC tərəfi BM və MC-nin cəminə bərabər olur. Əslində BC tərəfi BM-in 2 qatına 2BM-ə bərabərdir. AM də eyni zamanda BM-ə bərabərdir. Yəni oradan çıxır ki, yəni AM də MB-yə bərabərdir. Ona görə BM MC bərabər olur. Belə bir şey. Uşaqlar, izah edə bilmədim. Daha aydın şəkildə məncə izah eləmək olardı bunu. İnanın ki, bunu çevrə ilə izah eləsəydik daha yaxşı olardı ki, mənim belə izah eləməyim nəsə. Amma ümumiyyətlə bir xassisi olaraq bilinir ki, üçbucağın düzbucaq təpəsindən çəkilmiş medianın hipotenuza nisbəti 2-də 1-ə bərabərdir. Yəni bu median hipotenuzun yarısına bərabərdir. BC, yəni AM BC tərəfinin yarısına bərabər olur. Bir dənə məsələn düzbucaqlı üçbucaq çəkə bilərik və həmin düzbucaqlı üçbucağın tərəflərini yazsaq əgər, bir tərəfi deyək 8-dir, bir tərəfi 6-dır və qarşı tərəfi hipotenuzu da 10-dur. Avtomatikmən hipotenuz 10 olur da. Və biz orada düzbucaq təpəsindən hipotenuza bir dənə median çəksək, görərik ki, həmin medianın uzunluğu 5-ə bərabərdir. Davam eləyək uşaqlar. Riyaziyyat tarixindən mütləq baxaq bunlara da. Bunları siz də oxuyun uşaqlar. Yəni bunları boş-boşuna vermirlər. Hamısı maraqlı məlumatlardır. Üçbucağın medianlarının kəsişmə nöqtəsi üçbucağın ağırlıq mərkəzi və ya tarazlıq mərkəzi adlanır. Məsələn, sizdən gələcəkdə fizikaya imtahan vermiş uşaqlar olsa, birinci qrup üzrə, bu ağırlıq mərkəzi üzərində çox sözlər gedəcək. Yəni bir dənə hətta şey var. Gravitasiya dərsi var idi, səhv eləmirəmsə. Orada ağırlıq mərkəzindən çox bəhs olunurdu. Yerin ağırlıq mərkəzi, ayın ağırlıq mərkəzi və s. Məsələn, maraqlı bir məlumat gələcəkdə işinizə də yarayacaq və daha dərindən başa düşəcəksiniz. Kartondan kəsilmiş üçbucağın ağırlıq mərkəzi karandaşın ucuna qoyularsa, üçbucaq tarazlıq vəziyyətində, yəni otağın döşəməsinə paralel vəziyyətdə olacaq. Deyir ki, üçbucağın medianlarını çəkmişəm. Onlar bir nöqtədə kəsişib. Həmin kəsişən nöqtə üçbucağın ağırlıq mərkəzi və yaxud da tarazlıq mərkəzi adlanır. Mən bu tarazlıq mərkəzidən qələmin ucunu keçirtmişəm. Baxın, keçirdim qələmin ucunu. Və qərib bir şəkildə, bu əslində sadə bir fizika qanunudur. Həmin kağız paralel şəkildə, döşəməyə paralel şəkildə qalıb. Yəni əyilmir, düşmür, bükülmür. Paralel şəkildə qalıb. Bunu özünüz də evdə yoxlaya bilərsiniz. Ağırlıq mərkəzi ideyasına qədim Yunan filosofları Evklid və Arximedin işlərində rast gəlinir. İlk dəfə Evklid və Arximed bu işlərdə rast gəlinib. Yəni onlar ilk dəfə bu haqqda danışıblar. Ağırlıq mərkəzi anlayışının özünü daha sonralar 17-ci, 18-ci əsrlərdə yaşamış fransız riyaziyyatçıları Fermat və Descartes daha dərindən öyrənmişlər. Ağırlıq mərkəzi tədricən riyaziyyatın mühüm anlayışlarından birinə çevrildi. Bəzən bu anlayış fiqurların bari mərkəzi kimi də işlədilir. Bu nöqtanın xassələrindən riyaziyyat, fizika, mexanika, astronomiya və başqa sahələrdə geniş istifadə olunur.
Əla, qəşəng məlumatdır. Məsələn, bu sizdən belə bir şey eləsələr, bu necə deyim, müşahidəni aparsan, buna necə açıqlama verərsən ki, bu niyə düşmür? Sənə sual versələr, sən deyərsən ki, çünki qələm həmin üçbucağın, kağız üçbucağın ağırlıq mərkəzindədir. Sadə bir qanun. Baxaq görək videonun vaxtı nə qədər oldu? 25 dəqiqə oldu. Məncə tənbölənləri ayrıca izah edək. Onu ayrı bir video kimi yükləyək. Sonra yükləmək çox vaxt alır çünki. Dediyim kimi 5-ci sualı da öz YouTube kanalımda ayrıca bir video kimi paylaşmağı düşünürəm. Onu da izləyərsiniz. Yəni ümumiyyətlə kanalı izləmədə qalın. Kanala abunə olmağı unutmayaq və like atın. YouTuberlər kimi.